Bütün bizi izləyənləri salamlayıram. Hələ də takib atmamısınızsa, takib atın. Videolarımızı izləməmişsinizsə, alt videolarımızı da izləyin. Bugün sizə hal-hazırda nömrə 1 Azərbaycan klanından, sıralamada da hal-hazırda nömrə 1 klan bizik olduğumuz yerdir. Əlirza 777. Qarşı atakda 90 ulduz, təkə-təkdə 113 ulduz. Hesabını şərh eləməyəcəm, bax hesabı belədir. Siz də baxarsınız, bu hesablara uyğun özünüzə hesab düzəldərsiniz. Təkə-tək Məmmədovun hesabıdır. Qarşı atakda 83 ulduz, təkə-təkdə 88 ulduz. Gördüyünüz kimi hücum xəttində Henry, Cristiano Ronaldo, Cruyff, Gareth Bale, Bellingham, Zidane. Oyuncuların hamısı bu liqada olan təkə-tək qarşı atak oynayanların hamısı, demək olar ki, hamısı eyni oyunculardan istifadə edir. Aralarında cüzi fərq var. Bax, bu da gördüyünüz kimi Rəvanın hesabıdır. 4-2-4 taktikası ilə hücuma meyilli oyunculardır. Hesabı da baxın bu cürdür. Trabzonspor. Qarşı atakda 52 ulduz. Təkə-təkdə 77 ulduz. Bu taktika, yəni qarşı atak taktikasıdır. Təkə-tək üçün də istifadə edirsinizsə, çox bəcəriləri eləməlisiniz. Çox bəcəriləri. Həsənin hesabıdır. Qarşı atakda 70 ulduz. Təkə-təkdə 73 ulduz. Hesabı bu cürdür. Klan rəhbəri Rauf Nəsibov. Qarşı atakda 153 ulduz. Təkə-təkdə 71 ulduz. 119 dünya rekordudur. Hesabı hal-hazırda bu cürdür. Mbappe, Bellingham, Eusebio, Toni Kroos, Gilberto Silva'nı yəqin ki müvəqqəti qoyub. Vieira, Ashley Cole, Lucio, Stam, Thuram, Lev Yashin. Nə vaxt ən birinci takım hesab qalxanda həmişə bu oyuncu birinci bu oyuncularda olub. Bax, ən birinci öndə gedən. Növbəti təkə-tək. Növbəti təkə-tək Raul'un hesabıdır. Rossi. Qarşı atakda 50 ulduz. Təkə-təkdə gördüyünüz kimi 69 ulduzdur. Hər sezon demək olar ki 50 ulduz eləyir. Bax, bu oyuncuda ən çox bəcəri hərəkətləridir. Bəcəri hərəkətlərini o qədər çox eləməlisiniz, paslarını o qədər verməlisiniz ki, siz də irəliyə biləsiniz. Bax, Mbappe sol qırayda, Gareth Bale, ikisi də hücum xəttindədir. Ginola mərkəzdə, Rivaldo, Dembele, Zidane. Burada artıq neçə dənə hücumçu sayırsınız? 1, 2, 3, 5 dənə artıq hücumçu var burada. Rivaldo, Mbappe, Ginola, Gareth Bale, Dembele. Həm də ki, qarşı atakda da qəşəng oynamaq olur. Beckenbauer, Marquez, Blanc, Thuram. Bunlar müdafiədədir. Burada hal-hazırda ən zəif olan qapıcıdır. Bu qapıcı demək olar ki, çox topları artıq buraxır. Bundan sağollaşmaq lazımdır. Növbəti etkinliklərdə Van der Sar gəlsə, artıq ən güclü Van der Sar o olacaq. Vahidin hesabını. Vahid 138. Azərbaycanda demək olar ki, bəlkə də bir nömrəli oyuncudur ki, 119 gen yoxdur. Yəni biz görməmişik. 118 var, amma 119 yoxdur. Qarşı atakda 138 ulduz, təkə-təkdə 67 ulduz. Hesabı bu cürdür. Mbappe, Eusebio, Dembele, Bellingham, Ronaldinho,
Zidane, Maldini, Stam, Lucio, Thuram və Courtois. Çox qəşəng hesabı var. Bax, Courtois'nun da göstəriciləri bu cürdür. Kimsə əgər istəyirsə, sezon sonuna az qalıb mütləq götürsə çox gözəl olar. Bundan əlavə müdafiə xəttiniz çox super olmalıdır ki, rəqiblərdən yaxşı müdafiə olunasınız. Orxan 97 bizim klana yeni gəlib. Qarşı atakda 74 ulduzdur. Təkə-təkdə 64 ulduz. Çox qəşəng hesabı var. Burada da artıq Hernandezlə Şestini dəyişmək zamanıdır. Bir də Carvajal. Bu oyuncuları dəyişsə daha gözəl olar. Növbəti təkə-tək. Növbəti təkə-tək Klaus. 60 ulduz. Qarşı atakda 41 ulduz. Hesabında görürsünüz ki, üngül dəyişikliklər var. Burada artıq qapıda Savic'dir. Savic'lə bu dəqiqə Courtois normal qapıçıdır hal-hazırda. Roberto Carlos, sol bekdədir Stam, Marquez, Thuram. Bizim yəni bu klana daxil oldun artıq. Kim istəsən ən yaxşı oyuncuları təkə-təki seçirsən. Təkə-təkdən yuxarıdan aşağı başlayırsan hesablara baxa-baxa gəlirsən. Baxa-baxa. Sən ən azından 10 dənə hesabdan 10 nəfərin hesablarına baxa-baxa ən yaxşı mövqelərini görəcəksən. Artıq kim almaq lazımdır. 0-52 yaşıma. Burada da gördüyünüz kimi 4 dənə hücumçudur mərkəzdə. Sol krayda Besti, sağda Gareth Bale, Mbappe, Forlan. Mərkəzdə Gullit, Zidane. Di Marco sol bekdədir. Beckenbauer, Barcaqlı, Sambrotta, Lev Yashin. Çox qəşəng hesabı var. Çox qəşəng də oynayır. Yaxşı oyuncunu həmişə nümunə çəkmək lazımdır. Biz də yaxşı oyuncuları çəkib paylaşırıq ki, siz də onlardan nəsə götürəsiz. Nəcəflinə daxil olaq. Təkə-təkdə 51 ulduzdur. Qarşı atakda 22 ulduz. Yəni elə oyuncu var ki, yəni komandanın geni var, amma yəni qarşı atakı sevmir, məsələn, artırmır. Təkə-tək oynayır. Bax, hesabı baxın beləcə. Nico Williams, Eusebio, Gareth Bale, Vieira, Toure, Kroos. Sol bekdəki oyuncunu mən bəyənmirəm. İndi qardaş oynadır, lap yaxşı. Beckenbauer, Ferdinand, Cafu, Savic'i hələlik qoyub, amma tam artırmayıb. Sonra kim var? Hacı Murad. Hacı Murad təkə-təkdə 50 ulduzdur. Yəni onu təbrik edirəm. 2 ilə yaxındır ki, dayanmadan oyun oynayır və bu uğuru qazanmaq insanda yəni səbir və bir də həvəs lazımdır. Yadınızda saxlayın. Səbr və həvəs olmasa siz irəli gedə bilməzsiniz. Hesabı bu cürdür. Best, Ginola, Gareth Bale, Zidane, Dunga, Sokrat, Maldini, Barcaqlı, Marquez, Thuram və Courtois. Çox qəşəng bir hesabı var. Çox qəşəng də oynayır. Nəticə göstərməyə lazımdır. Nəticə göstərən hər kəs bu klanda sağ olsun. İrəli aparıblar bizi. Bax, hal-hazırda hala Madrid qoyub adını dəyişməyib. Təkə-təkdə 50 ulduz. Hesabı baxın. Tam fərqlidir burada artıq bir neçədən oyuncu. Burada artıq bir neçədən oyuncu tam fərqlidir və təkə-təkdə 50 ulduz. Sonra Magomed'in hesabı təkə-tək 50 ulduz, qarşı atak 50 ulduz. Ronaldinho sol krayda, Ginola mərkəzdə, Gareth Bale, Bellingham, Beckenbauer qoyub qardaş bura. Zidane, Beckenbauer Rolantidə 118 gen qalır. Petit, Maldini, Blanc, Thuram,
Van der Sar da indi Van der Sar gələndə dəyişilər və yaxud Kurtula ilə Savitsi götürsə ehtiyac yoxdur, çünki hələ ki təkə-təkdə 50 ulduz eləyib. Amir'in hesabı Amir 47 ulduzdur. Qarşı atakda 13 ulduz qarşı atak oynamır. Hesabı belədir. Son, Forlan, Ronaldo, Gareth Bale, Vieira, Valverde, Lizarazu, King, Company, Zambrotta, Leviaşin. Deməli, hansı hesablara əgər öyrəşmisinizsə, yəni ondan da uğur qazanmaq mümkündür. İnsan gərək, oynayan adam öz hesabına gərək mütləq öyrəşsin. Əlircan bax, yenə deyirəm, çox qəşəng oynayıb bu sezonda, yəni təkə-təkdə də. Gördüyünüz kimi də hesabın bayaqları şərh eləmədim, çünki demək olar ki, eyni oyunculardır. Son, Ginola, Gareth Bale mərkəzdədirlər. Vieira, Charlton, Zidane mərkəzdədirlər. Nuno Mendes, Bardaqlı, Stam, Turam və Kurtula qapıdadır. Çox qəşəng oynayıb, oynayan hər kəs var olsun. Demək olar ki, başqa kim qaldı, kimsə çox istəyərəm hamını çəkim. Sadəcə olaraq vaxt məhdudiyyətliyindən alınmır. Qarabağ 30 ulduz, Elvin Əliyev 30 ulduz, Quliyev 20 ulduz. Ayxan qardaş bax, indi bir hesabını göstərək, köhnə 26 ulduzla. 26 ulduzla. Gördüyünüz kimi çox güclü olmayan bir hesabla yəni oynamaq mümkündür. Sadəcə bunu bacarmaq lazımdır. Ayxan da Azərbaycanda ən yaxşı oynayan oyunculardan biridir. Hesablarını çəkib göstəririk ki, siz də onlara baxasınız, hesablarınızı qurasınız. Yusif 20 ulduz, Niko 20 ulduz, Manchester United 20 ulduz, Qarabağ 20 ulduz, Elçinoğlu 20 ulduz. Bunların hesablarını göstərmişdim. Sagatala 20 ulduz, Hüseynağa 20 ulduz, Fərhad 20 ulduz. Fərhad görək öz hesabını saxlayıb, bir dənə Fərhadın da hesabını göstərək. Fərhadın da bax hesabı belədir. Yəni oynamağa qalsa, oynasa rahat 100 ulduz eləyər. Sadəcə olaraq iş, güc mane olur oyunculara. İş, güc yəni imkan vermir ki, daha çox oyun oynamağa. Daha da irəli gedə bilərsiniz, mümkündür. Bunun üçün nə etmək lazımdır? Bunun üçün oynamaq lazımdır. Və klan haqqında axırıncı deməli göstərim, nə etmək lazımdır. Klana daxil olandan sonra bir çox oyuncular gəlir, deyirsiniz ki, mən bunu demək olar ki, hər videonun axırında göstərirəm. Bax, klana daxil oldum birinci növbədə. Qarşı atakda ən azı bir 10 oyun oyna. Təkə-təkdə oyna, ən azından bir 7 oyun oyna. Texnik direktor modunda 7 oyun oyna. Və gəlib daxil olursan bura, ən birinci. Qarşı ataka oynadın. Ödüllər bölümünü seçirsən buradan. Burada bax 3 xət var. Topun altında. Ona daxil oldum. Buradan gördüyünüz kimi mən 22-ci yerdəyəm. 43.000 mənə hal-hazırda klandan xal gələcək. Baxın, qarşı atakın xalı həftə ərzində 450-dir. Təkə-təkin xalı 900 xaldır. Texnik direktor modun həftəlik 450-dir. Mən hal-hazırda burada gördüyünüz kimi 6925 xal qoymuşam. Və qarşı atakı bitirmişik, təkə-təki bitirmişik. Bizdə burada bir dənə qalıb texnik direktor modu. Yəni bunu eləmək çətin deyil. Həftə gəlir, 4-cü gündən 4-cü günə yenilənmə olur. Burada klandan sizə 10.000 cəfər gəlir birinci növbədə. Hər həftə 10.000 cəfər gəlir. 1.090.000 xalımız var. Neçənci yerdədir? Bax, burada hilələr zadlar olmasa, mən 100% əminəm ki, Azərbaycan klanı ən azından ilk 20-likdə olacaq. Bu hilələrlə, bu qabaqda gedən klanlar var, birinci, ikinci, üçüncüdür. Bunlar hamısı hilədir. Bunlar hamısı gəlib hilə ilə gəlib çıxıblar bura və
başqa təmiz oynayan oyuncuların haqlarına girənlərdir. Sonra bax, coins qazanmaq üçün deyim sizə. Bax, bugünkü gündə bazarda bilməyənlər var. Bugünkü gündə bazarda nə etmək lazımdır? Baxın, 107'lik oyuncuların qiymətləri 14 milyon 200 mindən artıq bu başlayıb hamı bunu almağa. 14 milyon 300 minə. Məndə yenə burada oyuncular olmalıdır. Bunları mən almışdım 14 milyon 200 minə. Gələcəm bunları buradan takas bölümünə. Takas bölümünə daxil olursanız baxın buradan. Bunları dəyişirsiniz. Həmən oyuncuları sizə göstəreyim. Dəqiqə. Vurmadım eybi yox. Görürsünüz bunları. Bunları 15 milyona dəyişirəm. Bu sizə gün ərzində 10 milyon 400 min qazanmağınıza kömək edir. Heç bir şey eləmirsiniz. Baxın, dəyişdik bunu. Gördüyünüz kimi bax. 15 milyard 550 milyon coins var. 1 milyard yarımda yatırımdadır. Cəfər də yəni boş şeydir. Mənim də nəticəm burada hal-hazırda qarşı atakda bu sezon 30 ulduzdur. Təkə-təkdə 12 ulduzdur. Biraz MS söhbətlərinə görə təkə-təkdə yəni tez-tez problemlər olur məndə. İşdən bağlı alınmır. Bütün oyunları vaxtında oynamaq lazımdır ki, sizdəki xalları götürəsiniz. Yenə də deyirəm, yəni çətin bir şey yoxdur. Sadəcə olaraq düzgün oynamaq lazımdır. Klanda da hamıya yeni sezonda uğurlar arzulayıram. Axıra qədər izlədiyiniz üçün təşəkkürlər.